Güclü ordu qüdrətli dövlətin əsas dayağıdır. Son illərdə ordumuzun əldə etdiyi mühüm uğurlar, nümayiş etdirdiyi yüksək peşəkarlıq və döyüş qabiliyyəti yalnız şəxsi heyətin hazırlıq səviyyəsi ilə deyil, eyni zamanda müasir və etibarlı silah-sursat təminatı ilə da birbaşa bağlıdır. Məhz bu təminatın əsas ünvanlarından biri Müdafiə Sənayesi Nazirliyinin istehsal müəssisələridir. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müxtəlif çaplı atçı silahların və döyüş sursatlarının istehsalı artan qrafik üzrə həyata keçirilir. Silahlı qüvvələrin güc strukturlarının və aidiyyatı dövlət qurumlarının sifarişləri əsasında hərbi təyinatlı məhsulları olan tələbat üzrə dövlət sifarişləri vaxtında və yüksək keyfiyyətlə icra olunur. İstehsal olunan məmulatların hissələrinin 90%-i rəqəmsal proqramla idarə olunan dəzgahlarda aparılır ki, bu da keyfiyyət baxımından irəliləyişə, texniki imkanlarımızın artmasına, beynəlxalq bazara rəqabətli məmulat çıxarmamıza imkan yaradır. Hazırda müəssisəmizdə 5.45 mm-lik, 7.62 mm-lik avtomatların, 7.62 mm-lik universal pulemyotun, 7.62 mm-lik hücum pulemyotunun, 12.17, 14.15 və 23 mm-lik iri çaplı snayper tüfənglərinin seriyalı istehsalı aparılır. Silahların tam hazır vəziyyətə gətirilməsi bir neçə mərhələni əhatə edir. İlkin mərhələdə detalların ştamplanması və xam malın hazırlanması işləri həyata keçirilir. Əsas mərhələlərdən biri mumla qəlbləşdirilmiş silah hissələrinə yüksək dəqiqlikli tökmə əməliyyatının icrasıdır. Müəssisələrdə insan əməyi ilə yanaşı, müasir texnologiyalardan da geniş istifadə olunur. Məmulatların hazırlanması üçün proqramla idarə olunan dəzgahlar tətbiq edilir. Son mərhələdə isə yığım prosesi həyata keçirilir. .7.62 mm-lik avtomat müxtəlif yığım proseslərindən keçdikdən sonra son mərhələ məhz burada icra olunur. Çaxmaq çərçivəsində qapaq quraşdırıldıqdan sonra məmulat artıq hazır vəziyyətə gətirilir. .7.62 mm-lik təkmilləşdirilmiş avtomat standart variantdan əsas fərqi katina hissəsidir. Yəni, bu silahın üzərinə gedə-görmə və optik nişancaq yerləşdirmək mümkündür. Ordumuzun arsenalında yer alan silahlar bununla da yekunlaşmış. 14-15 mm-lik snayper tüfəngi yüksək dəqiqliyi və atış tezliyi ilə fərqlənir. Optik nişangahla effektli atış məsafəsi 1800 metrə bərabərdir. 40 mm-lik revolver tipli qumbar atanlar, hücum pulemyotları, zəfər tapançaları və digər hərbi təyinatlı silah nümunələri. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə pilotsuz uçuş aparatlarının istehsalı da həyata keçirilir. Bu PUA-lar həm kəşfiyyat, həm də kamikaze tipli təyinatlara malikdir. Orbiter 2, Orbiter 3 və Orbiter 4 pilotsuz uçuş aparatları gündüz və gecə rejimində düşmənin gizli hədəflərinin aşkarlanmasında mühüm rol oynayıb. Kamikaze tipli zərbə pilotsuz uçuş aparatıdır ki, bu da düşmənin mövqelərini çox qısa zamanda aşkar edərək yüksək hündürlükdən çox həssas dəqiqliklə məhv etmə qabiliyyətinə malikdir. Yəni 350-370 km/saat sürətlə hədəfi görərək böyük bir şığıma sürəti ilə hədəfin məhv etmə qabiliyyətinə malikdir. 44 günlük vətən müharibəsində istifadə edilən pilotsuz uçuş aparatı son tapşırığını yerinə yetirərkən müxtəlif çaplı silahlardan atəşə tutulsa da yenə də öz missiyasını başa vuraraq geri qayıtmağı bacarıb.
Onlar səngərdə deyil, istehsal xəttinin başındadılar. Lakin buradan çıxan hər bir məhsul ordumuzun gücünə, əsgərimizin arxayınlığına çevrilir. Arxa cəbhədə səssiz və böyük məsuliyyətlə çalışan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları güclü ordunun görünməyən qəhrəmanlarıdır. Bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirən bütün mütəxəssisləri peşə bayramları münasibətilə ürəkdən təbrik edir. Vətən naminə fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.